Avqustun 15-dən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində 28 may və Nizami stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, AYNA tərəfindən 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və gediş haqqı 60 qəpik olacaq. Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılacaq. Saat 06:00-dan 00:00-a dək davam edəcək. Yeni ekspres xətləri bunlardır. M1 Metronun Elmlər Akademiyası və 28 may stansiyaları arasında, M2 Metronun İnşaatçılar, Nizami və 28 may stansiyaları arasında, M3 Metronun 20 yanvar, Nizami və 28 may stansiyaları arasında, M4 Metronun 20 yanvar və Koroğlu stansiyaları arasında, M5 Metronun 20 yanvar və Gənclik stansiyaları arasında, M6 Metronun Elmlər Akademiyası və Gənclik stansiyaları arasında. Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı aşağı salınacaq. Metronun bağlanması müddəti ərzində əlavə tələbat yaranacaq marşrutlarda avtobus sayının artırılması nəzərdə tutulur. Sərnişinlər alternativ marşrutlar barədə məlumatı AYNA MAAS tətbiqi vasitəsilə də əldə edə bilərlər. Layihənin icra müddətində metronun 28 may, 20 yanvar, İnşaatçılar və Elmlər Akademiyası stansiyalarının qarşısında könüllülər sərnişinlərə dəstək göstərəcəklər.